Berlində qasırğa tələfat və dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb. Əlverişsiz hava şəraiti səbəbindən iflic olan nəqliyyatın hərəkəti hələ tam bərpa olunmayıb. Həmçinin Potsdam və Berlindəki bir neçə park fırtınadan zərər görüb. Hazırda Berlində vəziyyət necədir? Bu barədə Almaniyadan bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Günay Məmmədova danışacaq. Günay, qasırğanın daha hansı fəsadları var və aradan qaldırılması istiqamətində işlər nə yerdədir? Buyurun. Lalə, gördüyünüz kimi dünən axşamki qasırğanın fəsadları hələ tam aradan qaldırılmayıb və Berlin üçün xarakterik olmayan külək bugün yavaşlasa da əsməyə davam edir. Qeyd edeyim ki, Berlin şəhəri bazar ertəsi günü Berlin üçün nadir rast gəlinən güclü təbii fəlakətlə üz-üzə qaldı. Şəhərin böyük hissəsini əhatə edən qasırğa nəticəsində təəssüf ki, bir nəfər həlak olub və 3 nəfər ağır yaralanıb və nəqliyyatın sistemində çox ciddi problemlər yaşanır. Qasırğa günortadan sonra başladı. Küləyin sürəti saatda 108 kilometrə çatırdı. Bu artıq təhlükəli orkan səviyyəsinə bərabərdir. Berlinin Spandau rayonunda bir qadının olduğu avtomobilin üzərinə ağac aşıb və təəssüf ki, qadın hadisə yerində dünyasına dəyişib. Bundan əlavə müxtəlif bölgələrdə 3 nəfər ağır xəsarət alıb. Onlardan biri velosiped sürərkən ağacın altında qalıb, biri isə avtomobil qəzasında yaralanıb, digəri isə meşədə ağac budağının altında qalaraq helikopterlə xəstəxanaya aparılıb. Və Berlinin yanğın söndürmə xidmətləri çox qısa zaman ərzində 500-dən çox çağırışa cavab veriblər. Şəhərdə fövqəladə vəziyyət elan olundu və həm peşəkar, həm də könüllü yanğın söndürənlər səfərbər oldular. Qasırğa zamanı Berlinin bütün S-Bahn xətləri tamamilə dayandırıldı. Qatarlar tunellərdə və reyslərdə qaldı. Yollar ağaclarla bağlandı. Uzaq məsafəli xüsusilə Berlin-Hamburg xətti saatlarla fəaliyyət göstərə bilmədi. Bugün, yəni çərşənbə axşamı nəqliyyat tədricən bərpa olunur, amma hələ də gecikmələr və məhdudiyyətlər davam edir. Bəzi tədbirlər təxirə salınıb və ya ləğv edilib və qeyd edeyim ki, Berlin hava limanında da gecikmələr müşahidə olunub və bu arada yerli mətbuat yazır ki, meteoroloji xidmət yaxınlaşan fırtına barədə lazımı şəkildə əvvəlcədən xəbərdarlıq etməyib və lazımı şəkildə əvvəlcədən xəbərdarlıq olunsaydı Berlin daha az zərər görərdi. Mənim çatdıracaqlarım bu qədər. Lalə, buyurun, söz sizdə. Günay, mən sizə təşəkkür edirəm məlumatlarınız üçün. Berlində qasırğanın fəsadları